Azərbaycanda 13 yaşlı qız ana olub. Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. O qeyd edib ki, ana xəstəxanaya yerləşdirilib. Gecə saatlarında mənə bununla bağlı uşağın özü tərəfindən müraciət olundu. WhatsApp üzərindən mənə mesaj göndərdi ki, mən 13 yaşım var, dünyaya uşaq gətirmişəm. Hal-hazırda xəstəxanadayım, ev şəraitində oldu. Halım yaxşı olmadığına görə təcili yardım çağırıldı. Məni xəstəxanaya yerləşdirdilər. Uşaq sağlamdır, 3 kilo 700 doğulub. Qızın özü bildirir ki, bu mənə təcavüzdür, təcavüz olduğuna görə qorxub səsimi çıxartmamışam və anlamamışam nə baş verir. Deyə biləcəyim ancaq budur. Sığınacağa yerləşdirilməsini istəyir. Anası ilə də əlaqə saxladım. Uşaqdan imtina edəcəyini bildirir ki, mən nə o qızı qəbul edirəm, nə də uşağı. Məndə olan məlumata görə vəziyyəti normal.